Xoş gördük əziz dinləyicilər. İranda ciddi vəziyyət yenə də davam edir və hökumət artıq nümayişçiləri atəşə tutmağını da əmr edib və İran baş prokuroru bildirib ki, nümayişçilər Allah düşmənidir və onlar hər cürə, hər formada zərərsizləşdirməlidir. Bilirsiniz ki, bu barədə Trump da bildirmişdi ki, əgər üsyançılara, əgər etiraz edən qüvvələrə qarşı hər hansı bir ölüm hadisəsi olarsa, hər hansı bir zorakılıq olarsa, əlbəttə ki, Amerika kömək edəcək. Amerika bura yaxındır, Amerika İranın azad olmasını istəyir. Bununla bərabər həm də bu günləri Trumpdan belə bir məlumat da yayılıb ki, məhz Pəhləvi rejiminə biz çox da etibar etmirik. Biz düşünürük ki, onun İranda çox böyük bir İran xalqını əhatə edən bir tərəfdarı yoxdur. Yəqin ki, artıq Amerika prezidentinə də, İsrail tərəfə də bu mesajlar çatıb və biliblər ki, bu günləri Pəhləvi rejimini siz nə qədər körükləsəz də, nə qədər də onu İranın rəhbəri hesab etsəz də, bugün heç də İran birmənalı surətdə Pəhləvinin arxasıca getmir. Və bir neçə məlumatlarla Güney Azərbaycan diasporası barəsində var ki, bilmirəm bu nə qədər doğrudur, amma diaspora ilə Güney Azərbaycan diasporası ilə məhz Trumpın da görüşü, Trumpla görüş barəsində də məlumatlar yayılıb. Nə qədər doğrudur, nə qədər doğru deyil, əlbəttə keçən günlərdə bunu biz hiss eləyəcək. Və Güney Azərbaycan da nəhayət bu mitinqlərə qoşulur və öz mitinqlərinə qoşulmaqla bərabər həm Pəhləvini, həm də Molla rejimini rədd eləmiş olur. Yəni, mesajlar baxdıqda müəyyən mənada bizim xeyrimizədir. Digər mənada biz bu günləri yenə də Pezeşkiyanın önə çıxdığını, Pezeşkiyanın yenə də hakimiyyəti qınadığını, məhz Molla rejimini qınadığını və xalqla necə rəftar edəcək barəsindəki fikirləri də çox maraqlıdır. Mən demişdim və bu günləri də o fikirdəyəm ki, bugün İranın hətta Xamneyi hakimiyyətinin, məhz Sepahın, məhz o mollaların da xilası inanın ki, Pezeşkiyandadır. Mən düşünürəm ki, nə qədər ki onlar bombardman edilməyib, nə qədər ki onlar birbaşa öldürülməyib, hakimiyyəti Pezeşkiyana verməklə, bilirsiniz ki, Pezeşkiyana verilərsə, Pezeşkiyan o mollaları öldürməz. Xamneyi bu mənada və Xubirəqan məclisi bu mənada öz canını da qutara bilər və inqilabçı dairələr də müəyyən mənada azadlığa çıxa bilərlər və ölümdən canları qutara bilər. Ən yaxşı variant, bütün İranı qucaqlayacaq variant, mən yenə də düşünürəm ki, Pezeşkiyandır. Çünki Pezeşkiyan Amerika ilə də danışmaq istəyir, İsrail ilə də danışmaq istəyir, kifayət qədər müsbət auraya malikdir və hər bir mənada da bir Azərbaycanlı olması da İsrail üçün bir müsbət anlayışdır və özü də islahatçı olaraq bunlara gedə bilir. Düşünürəm ki, yenə də İran üçün ən məqbul variant budur. Çünki hər an İranın vurulması, İranda olan mollaların məhv edilməsi məsələsi gündəmdədir və bugün sabahlıqdır. Bu formatda əgər gedərsə, düşünürəm ki, anidən belə bir zərbə endiriləcək. Yenə də o sözümdə dururam ki, bugün bütün İran xalqını birləşdirəcək dəyər məhz Məsud Pezeşkiyandır. Təşəkkürüm diqqətinizə.